Salam Leyla xanım. Bu kavanozda uşaqların ən çox verdiyi 3 sual var. Zəhmət olmasa cavablaya bilərsiniz. Tak. Q-nin əsas məqsədi nədir? Bir çox insanlar həm Azərbaycan, həm xarici bazarda düşünürlər ki, Q-nin əsas məqsədlərindən biri sadəcə test etməkdir, bug tapmaqdır, defekt tapmaqdır və s. və yaxud. Bu belə deyil. Q-nin əsas məqsədi keyfiyyətli bir məhsul yaratmaqdır. Biznes və insan tələblərinə uyğun bir məhsul yaratmaq. Həm standartlara uyğun, həm tələblərə uyğun. Məncə QA-nin əsas məqsədi məhz budur. Bug tapmaq da QA-nin rollarından biridir, amma əsas rolu deyil. İkinci sual. SDT kimdir? SDT məncə son 2 ilin bir trendi deməyək də, bir çox inkişaf etmiş bir sahələrdən biridir. SDT mühəndisi sadəcə test edən bir mühəndis deyil. Həm kod yazan, həm kodun strukturunu anlayan, test infrastrukturanı quran və sistemi analiz edən bir mühəndisdir, bir mütəxəssisdir. Və sonuncu sual. Daradan. Ki ən çox istifadə edilən tools. Baha hansı QA-dir? Əgər bu web QA-dirsə, daha çox browserlərdən, Chrome DevTools'dan istifadə edəcək. Əgər bu mobile QA-dirsə, bildiyimiz qədərilə Firebase-dən istifadə edəcək, Android simulyatorlardan, emulyatorlardan istifadə edəcək və əgər bu backend QA-dirsə, daha çox Postman, Swagger kimi toollardan istifadə edəcək. Amma hal-hazırda belə bir bölgülər çox az saydadır, çünki insanlar hər QA işi görür. Həm backend QA, həm frontend QA, web QA, mobile QA və s. Çox sağ olun Leyla xanım, dəyərli fikirləriniz üçün. Bəs QA olmaq istəyən uşaqlara sizcə düzgün metodika izləməsi üçün bizim səhifəni izləməsi və qruplarımıza yazılması yetərli olar? Bəli, tabii ki, yetərli olar. Çünki bizdə təkcə tədris proqramı deyil, tələbələrimiz real layihələrlə işləyərək praktiki və nəzəri biliklərini artırmaq şansını əldə edirlər.